Ölkədə 2025-ci ildə 7,6 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Aqrar sektorun ümumi daxili məhsuldakı payı 5,9. Qeyri-neft sektorunda isə 8,3% təşkil edir. Bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov risklərə qarşı aqrar sığorta çətiri mövzusunda keçirilən sığorta forumunda məlumat verdi. İqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahə məhz kənd təsərrüfatıdır. Dünyada bu dəyişikliklərin aqrar sektora vurduğu zərər milyard dollarlarla ölçülür. Azərbaycanda bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədi ilə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılmışdır. Nazirin sözlərinə görə, aqrar sığorta növü dövlətin kənd təsərrüfatına dəstək məqsədi ilə yaratdığı mühüm mexanizmdir. Bu sistem fermerlərə dəyən zərərin qarşılanması ilə yanaşı, gəlirlərin sabitliyini təmin etməyə imkan verərək, aqrar sahədə əlverişli investisiya mühitini formalaşdırır. Azərbaycanda son aylar hökm sürmüş əlverişsiz hava şəraiti aqrar sektora 13 milyon manat ziyan vurub. İndiyədək aqrar sığorta fondu tərəfindən minlərlə fermerə və təsərrüfat sahiblərinə 23 milyon manatdan çox sığorta ödənişi edilib və bu rəqəm hər il artmaqdadır. Forumda qeyd edildi ki, aqrar sığorta ödənişləri hazırda ölkənin 60-dan çox rayonunu, 700-ə yaxın kəndini əhatə edir. Növbəti illərdə bu sayın daha da artırılması planlaşdırılır. Sığorta tarifləri regionların zərərlilik səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilir. Yəni hər bir manat qarşılığında 5 manat ödəniş edirik. Əlbəttə ki, həmin regionlarda tariflərin daha artıq olması, Sabirabad, Saatlı, İmişli tərəfində isə tariflərin 3 dəfə azalmasını müşahidə edirik. Bu proses iqtisadi riyazi hesablamalar aktuarlar tərəfindən aparılır və bu portfelin zərərliliyindən asılı olaraq dəyişən bir məsələdir. Amma bunu deyim ki, ümumiyyətlə dünya belə deyim də bir təcrübəsində bu tipli oxşar sistemlərdən müqayisə etsək, misal üçün bizdə armudun sığortalanması maksimum qiymət 8%-sə, Türkiyədə bu 27-28%-ə qədər artır. Yəni hər 100 manatlıq məhsula 27-28 manat sığorta haqqı hesablanır. Fond rəhbəri bildirdi ki, məlumat bazası genişləndikcə tariflərin yenidən nəzərdən keçirilməsi imkanları da artacaq. Bu isə risk səviyyəsinə uyğun daha çevik tarif siyasətinin tətbiqinə şərait yaradacaq. Nəticədə zərərliliyin yüksək olduğu ərazilərdə tariflər mütənasib şəkildə artırılacaq. Risk göstəriciləri aşağı olan bölgələrdə isə nəzərə çarpan endirimlər tətbiq ediləcək. Mehin Hacıyeva, Qəhrəman Məmmədov, Nigar Etibar, ASTV İqtisadiyyat.